Bu bakın yəqin ki tanıyarsınız. Bu Rusiyalı politologdur. Alimdir, tarixçidir. Deməli Parasenko. Parasenko Fələstinlərin haqqında o da deməli Fələstinlərdən danışır və dünyaya çatdırır ki, aldatmayın özünüzü Fələstinlə. Fələstin xalqını Vatikan yaradıb və Fələstinlər dünyaya terrorçu kimi gəlib və onların genində o terrorçuluq var. Və bugün İspaniyadır, İrlandiyadır, Hollandiyadır, bəzi Avropalılar onları Fələstinlərə niyə dəstək olurlar? Yahudi məsələsidir ona görə. Amma o Fələstinlər deyir, onların o uşaqlarını ki, o deyirəm ha, bələkdə uşaqlarını zorlasaydı İspaniyanın o deməli baş nazirinin nəvəsini orada o bələkdə zorlasaydı, onda Fələstinlərdən yəqin ki danışmazdı. Və Hollandlardır, İrlandlardır. Deyir o Fələstinlər onlara hələ çatmayıb əlləri. Onlara çatanda onda baxacaqlar. Bunu deyir Parasenko deyir. Yəni Fələstinlər genlə bunları terrorçu dünyaya gəlirlər və onlar insan deyirlər. Sadəcə iblisdirlər. Sadəcə şeytandırlar. Bax bunu Parasenko deyir. Bu bir. İndi baxın görün. Bu erməni dağası Qriqoryansdır. Bu saqqal qoyub özünü 88-dən danışır, nə bilim 90-dan danışır. Bu alçaq Qriqoryans da bu saqqalı. Arayı elevansız darçı, ha? Himar. Ay Bangladeşi boşa. Elevansız darçı, ha? Ay как kaklənir. Я не знаю, как им сказать. В туалете идешь, пишешь. Rəssam da, tualet rəssamı. İğrenç xalq gəlir, kimdən danışır? Hansı ki, tualetdə adlarını yazır, deyir, eradan əvvəl biz olmuşuq. Bu ayaq yolunda. Bax, bu adamlar, deməli, 88-də nə bilim, soyqırım törədilibdir, deməli, Bakıda soyqırım törədilibdir. Bu alçağa, bütün bax bu, deməli, General Rochlin də deyir ki, Qarabağda, Bakıda soyqırım ermənilər törədib və biz, ruslar, ermənilərə kömək eləyirdik, ermənilərə silah verdik və müasir silahla. Və biz türkləri məhv eləyəndə onlar da deyir, uşaqları zorluyurdu arxamızda. Bunu General Rochlin deyir ki, ermənilər türk uşaqlarını arxamızda zorluyurdu və 98-də deyəsən, 99-da ya 98-də bunu öldürdülər. General Rochlinin etirafını. Bu saat deyir ki, 88-dən danışır. Hansı ki, 87-də hamı bilir ki, İrəvanda başladı, Qərb Azərbaycanda, Qafandan mövzudan. Amma əslində 86-da bu Zori Balayan, bu Ağabekyan, bir də Silva Kapityan 86-da Qarbaçovla danışıb, Fransada hər şeyi həll edirlər, Qarabağ ayrılmalıdır Ermənistanı. Oradan başlayır. Bu deyir ki, 88-də Sumqayıtı da bunlar edirlər. Bu alçaqlar, deməli, bax bu alçaq, hansı ki Petrov, bunlara Pyotr niyə xoruz deyir? Bax ona görə deyir. Bax bu xoruzsunuz da, görürsən, danışır ya. Ağzına gələni, başına gələni bilmir ki, sübutlar var. Bunun bu Ronald Reagan'ı var. Bunun bu hələ baxın, Arafat hansı ki, bu da deyirəm, bax 10 milyon verdi ki, Xocalıda baş kəssinlər, deyir ki, deməli 88-də. 86-dan başlayıblar. Bunu ruslar etiraf edir.
İndi baxın görün İrəvan şəhərində bunlar nə edir? İrəvan şəhəri bilirsiniz də. İrəvanın deməli o meydanında, mərkəzində qazıntı işləri aparanda Pyatrkovski olub bir vaxt 50-ci ildə. Akademik Pyatrkovski İrəvanda qazıntılarda akademik Pyatrkovski hansı ki Peterburqda Ermitajın direktorudur, oğlu. Rusiyada Pyatrkovskinin oğlu. Sübut edə bilər. Pyatrkovski 1950-də qazıntı işlərdə gördü ki, bütün pul, qırqızıl, dəmir-dümür, evlər Türk, müsəlman izləridir. Onların qurduğudur, onların torpağıdır. Və dayandırdı ancaq demədi Türkdür. Bilirdi ki, öldürəcəklər Pyatrkovski ermənilər. İndi bu yaxınlarda 98-2000-ci illərdə təzədən qazdılar. Yenə də İrəvan şəhəri çıxdı. Bizim məscidlərdir. Görün, təzə İrəvan şəhərinin altında bizim İrəvanı basırıblar da, yəni evlər altındadır köynə. Orada Amerika, Avropa dedi ki, onu örtün, biabır olaraq yoxsa. İndi bunlar örtdülər. Bunlar elə bildi ki, Argişliyin sümüyünü tapacaq, nə bilim, Tigranın koronasını, tacını tapacaqlar. Amma o Tigranla Argişlin əvəzinə Türklərin evləri çıxdı, Türkün əşyaları çıxdı, Türkün pulları çıxdı. Gördünüz da və örtdülər üstünü. Örtüblər, indi orada betonlayıblar. 10 ildən sonra açacaqlar ki, baxın, Argişlin sümüyü çıxdı. Nə bilim, Tigranın nəyi çıxdı? Erməni izi çıxdı və kilisə ondan çıxacaq. Əsas məscidin əvəzindən kilisə çıxacaq. Yerin altında erməni kilisəsi çıxacaq. 10 ildən sonra yəqin olar o. Yadınıza salarsınız. Bu da Latış oturub, görün, aşağılayır bizi. Deməli, bax bu. Latışdır, ermənidir yəqin də. Latviyadan danışır, deyir Latışam. Deməli, tanıyarsınız da. Latış, Prahistoriya Azərbaycan, görün. Hamısı bizim historiyadan danışır. Qalib gəldi, ermənilərə hamısı düşüb, indi görün. Latış. Deməli, bu Latışdan biri soruşmur ki, sən kimlənsən? Ay kişi, zatı kökü olmayan Türkdən danışır. Zatı kökləri yoxdur, bilinmir bu nə millətidirlər Latışlar, ha? Gəh deyirlər palyaqdır, gəh çexdir, gəh nə bilirlər. Ay kişi, bunlar, deməli, hansı yerdən çıxan adam durub Türkü aşağılayır. Deməli, deyir ki, bu erməni xoruzları o torpaqda min illərlə, 10 min illərlə və birinci xristianlardılar və Tigran bütün Romanı dağıdıbdı, onu xilas edibdi, xristianlara xilas. Nəysə, bax, belə o videoya baxın. Ona da baxın, bu Latış aşağılamaqla. Çoxdular bunlar. Bu da bir Rusdur. Azərbaycan deməli Rus politoloqudur. Adı, familiyası da yoxdur. Nədirsə yaxşıdır. Bu da Baqdasaryandır, nədir? Deməli, xəritədə Azərbaycan yox idi. O xəritəyə biz salmışıq. Görün, nə danışır? Bu Rus deyir ki, Azərbaycanı xəritəyə biz salmışıq 20-ci ildə. Ay qardaş, nə? Bu Skandinavlar deyir, bunların tarixi 700 min tarixi var Azərbaycan. Və Skandinavlar deyir ki, biz Azərbaycan Türk xalqıyıq. Bu Rus. Hansı ki Putin deyir, Azərbaycan Armeniya, İran, Derbent, Söyd Azərbaycan. Putin deyir, ha. Velik Azərbaycan, который 4 yerə bölmüşük. Qarabağ, İrəvan ermənilərə vermişik, Farslara
deməli Tehranı, Təbriz farslara vermişik. Dərbəndi, Dağıstanı ruslara götürmüşük. Onu Putin deyir. Busa deyir ki 1830-da götürüblər, işğal ediblər. Busa deyir ki Putin deyir 1830-da Azərbaycanı dağıtmışıq. Bu deyir 20-ci ildə xəritəyə biz salmışıq Azərbaycanı. Görürsünüz, bax nə qədər aşağılayırlar bizi. Как русские создали историю Азербайджана искусственно. Gör nə deyir, ha. Biri demir ki, ay русский животный, почему Петр назвал вас животным, ha? Потому что матери насилуете. Analarını zorlayan, bacılarını zorlayan, ay kişi, adını heyvan niyə qoyub, saqqallarını kəsirmiş bunu Putin, Pетr birinci. Və İsveç alimləri bunlara tarix nağıl yazır. Pетр deyib ki, bizə tarix yazın, onlar da nağıl yazıblar ruslara. Zatı olmayan Türk torpağında yaşayır. Bütün Sibir, Kreml Türklərindir. Bir dənə Peterburqu Almanlar tipir. Rus milləti yoxdur. Rustringen sözündən yaranan bu bilmir Rus milləti nədir, dövlət nədir. Durub deyir ki, biz yaratmışıq. Hansı ki Türk, Alman yaradıb Rusu. Rusu yaradıb Türk, Alman, bu deyir ki, biz Azərbaycan yaratmışıq. Belə fahişələr, fahişədən olandan nə gözləyirsən? Bax, ona görə deyirəm, побольше шума! Побольше шума! Ай, животные, побольше шума!